Hər kəsə salamlar. Mən Saynan həm təsisçisi Şahmar Mecli. Mən Saynanın direktoru Kifayət Məmmədli. Bugün sizə əziyyətimizin bəhrəsi Saynanı təqdim edəcəyik. Saynanı gəzəcəyik, necə başa gəlir bura, sizə bunu göstərəcəyik. Bugün sizə bütün Sayna proyekti haqqında məlumat verəcəyik. Necə başlamışıq, necə olub və istərdim ki, bu barədə sözü Şahmar bəyə verək. Proyekt necə başladı, necə ərsəyə gəlir? Biz bu proyekti ilk öncə İspaniyada eləyəcəkdik, bildiyiniz kimi. Sonra Kifayət xanım olduqca bizi təzyiq eləyərək Azərbaycanda bu proyekti eləməyimizə səbəb oldu. Və proyekti yazdıq təqribən iyul ayında. İyul ayından sentyabr ayına qədər proyekti qurulması, yazılması, sentyabr ayında yer axtarılması, sonra proyektin maliyyə hesablarının çıxarılması, gəlirliyinin və yaxud da xərclər hissəsi hər bir şeyinin çıxarılması baş verdi. Ondan sonra yer tapıldı. İndi gördüyünüz yerdəyik biz hazırda. Ondan sonra təmirə başlanıldı. Hazırda təmirimizin 4-cü ayıdır. İndi vaxtımız ola bildi deyə çəkiliş edə bilirik açığı. Buyurun Kifayət xanım. Proyektin bütün təşkilati işlərini sizə göstərəcəyik yavaş-yavaş. Hər birini görəcəksiniz, amma ilk necə başladı, necə göründü və əslində 4 ay sonra təmir hansı yerdədir? İnşallah 1 ay sonra necə olacaq onu da görəcəksiniz. İndi isə sizə Kifayət xanım içərini tanış eləyəcək. Saynanın kafe və coworking center olaraq içərini. Növbəti hissədə mən də çıxış eləyəcəm. Yəqin ki, ikinci leveldə mən də videolarda burada bitəndən sonra içərini sizə tanış eləyəcəm. Söz verir, gələcək. Hazır Şahmar bəy getdi. Mən isə sizi Sayna ilə tanış eləyəcəm. Bu gördüyünüz hissə bizim zal hissəmizdir. Burada kafe olacaq, masalar və müştərilər üçün xidmət olacaq. Bu aşağıda gördüyünüz hissə də zaldır. Həmin hissədə bar yerləşəcək. Burada heykəllərimiz olacaq. Xüsusi hazırlanır. Girişdən sonra bu hissədə pianomuz, musiqimiz, retro canlı musiqilərimiz olacaq. Sayna da sadəcə kafedən ibarət deyil, Sayna həm də bir community centerdir. Buna görə də bizim ofis işçilərimizin oturduğu belə bir işçi otağımız olacaq hazır olduqda. Ofis işçiləri dedikdə marketing menecerimiz, event menecerimiz və direktorumuz bu hissədə oturacaq və community centerin işlərlə məşğul olacaqlar. Bu gördüyünüz hissə isə işçilərə ayrılmış hissədir. Burada işçilər üçün yer, burada işçilərin geyinmə otağı, burada isə ambar hissəmiz olacaq. Çünki birinci mərtəbədə mətbəxdir, ikinci mərtəbədə isə onun ambar hissəsi. Bu hissədə isə bizim liftimizdir. Qonaqlarımız gəldikdə pilləkəndən çıxsın, mane olmasın deyə ambar daşınma hissəsi, işçilərin istifadə edəcəyi lift hissəmiz burada olacaq. Gördüyünüz hissəni isə sürpriz saxlamaq istəyirik əslində. Çünki belə bir mənzərədən məncə şəhərdə ilk dəfə olacaq ki, podkast otağı olacaq və bu bizim community centrə aiddir. Ona görə buranı göstərmək istəmirik. Hazır vəziyyətdə bu gözəl mənzərədə necə podkastların çəkildiyini özünüz görəcəksiniz videolarımızda. Sizə biraz əvvəl danışdığımız hər şey bizim ikinci mərtəbədə idi, amma bizim məkanımız sadəcə ikinci mərtəbədən ibarət deyil, həm də birinci mərtəbə var. İndi isə düşək ora. Arxada gördüyünüz hissə mətbəxdir. Ustalarımız birazdan işə davam eləyəcəklər. Mətbəximiz açıq mətbəxdən ibarət olacaq, çünki həm sanitarik, həm göz zövqünə oxşamaq üçün oranın şüşə olmağını və sizin də görməyinizi istədik. Qeyd edeyim ki, kafelər yeni vurulduğu üçün gəzə bilmirəm hazırda. Sadəcə sizə təqdim etmək istədik bu otaqda. Bura bizim coworking otağımız olacaq. Qeyd etmişdik biz community centrik və ona görə də coworking otaqlarımızda həm təlimlərin keçirilməsi, həm xırda eventlərin, iclasların keçirilməsi üçün bu otağı istifadə edirik. Arxada gördüyünüz hissə isə bizim sanitar qovşaqlardır. 2 room olacaq. Hazırda hazır olmadığı üçün sizə göstərə bilmirik. Hazır olduqdan sonra daha detallı göstərəcəyik. Qeyd edim ki, layihəmiz 7 ayda davam edir. Təmirlər isə artıq 5-ci ayına keçib, 4 ayı tamamlamışıq. Yəni gördüyünüz hissələr 5 ayda davam edən əziyyətimizin bəhrəsidir. Hələ görmədiyiniz çox hissə var, yeni videolarda görəcəksiniz. Amma demək istəyirəm ki, 1 ay sonra buranı görəcəyiniz hissə sizin üçün də bizim üçün də çox maraqlıdır. Bu isə bizim ən böyük zalımızdır. Bar hissəmizin olacağı, heykəllərimizi görəcəyiniz, giriş hissəmiz, xüsusi emblemimizin olduğu və fransız stolumuzun olduğu hissədir. Ən böyük tədbirləri, ən böyük prosesləri burada görəcəksiniz. Gördüyünüz hissə girişli, bu hissə də dəyişəcək. Burada loqomuz, adınız qeyd olunacaq. Ən son halını hər birimiz bərabər görəcəyik. Bugünlük Sayna haqqında bu qədər. Part 1-imiz bitdi. Part 2-də inşallah Saynanın daha fərqli bir üslubda görəcəksiniz. Part 3-də isə ən son variantımızı görəcəksiniz. Görüşənədək. İndi isə sizi çalışdığımız sexlərdən, əməkdaşlıq etdiyimiz sexlərdən biri ilə tanış edirik. Burada bizim hazırda bar şkafımızı görürsünüz. Barın üstündəki şkafımız belə olacaq. İnşallah onun hazır vəziyyətini Saynanın özündə görəcəksiniz. Hazırda isə sizi çalışdığımız, əməkdaşlıq etdiyimiz sexlərdən biri ilə tanış etmək istəyirik. Burada arxada gördüyünüz bizim barın üstündə olan şkafdır. Barın hazır vəziyyətini isə bizim öz məkanımızda Saynada görəcəksiniz. Bu gördüyünüz isə bizim bar hissəmizdir. Hazır hissəsini Saynanın özündə görəcəksiniz. Hazırda proseslər davam edir. Son yekun mərhələdəyik. Daha bir əməkdaşlıq etdiyimiz sexlərdən birindəyik. Bizdə əsas önəm verdiyimiz şeylərdən birisi məkanımızın içində, Saynanın içində hər şey göyüş ağacından istifadə olunub. Bütün stullarımız, stollarımız, yəni istifadə etdiyimiz hər şey göyüş ağacıdır. Bunun səbəblərindən biri həm onun görsəl gözəl görünməyi, həm rənglərin açıq olmağı bizdə də o huzur,
rahatlıq ortamını vermək üçündür. Alpin məkanlarda görürük ki, palıd ağacından, daha tünd ağaclardan olur. Biz o rahatlığı, biz yolumuzu göstərmək üçün, yəni nə istəyirik, onun üçün bu göyüş ağacından istifadə etmişik və buna görə də məhsullarımızın çoxusunu hazırlatmışıq və nadir tapılsa da, biraz zaman keçsə də hər şeyi detallı düşünmək istədik. Aha. Tərtəmiz hamısı seçilib. Yəni Üstləri də hazırlanacaq da bu yaxında. hamısı seçilib ağ hissələrindən, yəni düyün, ləkə heç nə qoyulmayıb. Ağaclar özünə. Üstləri də hazırlanır. Üstləri də hazırlanır. Aha. Yəqin ki 2 günə tam hazır olar. Əla. 2 günə hazırlanıb gedəcək mərmərə. Əla. Bu alt hissədir, bu üst hissədir əslində. Coworking masası düzdür? Hə. Bildiyim belə. Deməli bu üst hissədir, bu üstə olacaq. O üstü odur. Bu üstündə olacaq, o yeri də açılıb görürsüz. Hə, parçalar burada tikilir. Hə, parçalar tikilir burada. Əla. Yəni Bunlar bizim parçalarımız. Dərzlərimiz yuxarıdadır, dərzlər yuxarıdadır. Hə, bunlar da stulların oturumlarıdır. Əla. Sadəcə onların yerləşməsi qaldı, geri qalan hər şey Hə, hazırdır. hamısı yerləşməsi qalır. Həmimizin hazırlanması davam edir də proses. Davam edir bəli. O göndərmişik biz. Aha. Deməli burada da modellər də hamısı, hazırlanıb. karkaslar hamısı təmiz seçilib, tərtəmiz. Hə, Hə. bu yuxarı Bir də biz buna- ikinci mərtəbənin. Hə, bir də biz buna düyməsi. yağ vurmamışıq. Akrilik dolgu, akrilik lak vurmuşuq, mat. Yəni Öz rəngində hə, qalsın deyə. özümüz yağ vurmadıq ki, Bəli, bəli. yəni yağın bilmirəm sonra gələcəkdə problemi çıxa bilər ya çıxa bilməz. Amma mən bilirəm ki, arxayınam ki, dolğuyla lakda problem çıxa bilməz. Burada 5 növ var, Hə. bir növ içəridə idi, 6, 7 növ. Problem çıxa bilməz yəni. Üsullar. Onda deməli karkazlar hazırdır. Karkaslar hazırdır. Hə. Bunlar hamısı indi bağlanacaq üstünə. Bir dənə Aha. bağlaması qaldı. Beliklərin bağlanması qaldı. Onda belə danışaq. Biz neçə günə söz alırıq sizdən? Neçə günə bizə təhvil verirsiniz? Yəqin ki 15-nə. 15 inşallah. 15-nə təhvil verir inşallah. Gördüyünüz kimi Sərxan bəylərdən sözümüzü aldıq, danışıqlar da davam edir. Artıq növbəti əməkdaşlıq etdiyimiz məkanlara keçək. 2 mərtəbədir. Mən Bizdə 2 mərtəbədir. Bəli, 2 mərtəbə olacaq. 2 vergi kasası. o bar söhbəti var ha. İkinci məsələn bar hansılar birdədir, ikidədir. Birdədir. Yəni birinci mərtəbəyə birini qoymaq kifayət eləyə bilər. Yəni konkret müəllimdən suallarla gedim də Əminə xanım da köməklik göstərər. Kassa konkret bizə məsləhət göstərir. Marka hansımadır. Ümumiyyətlə avtopotdur da, hər yerə şey eləyib yığışdırıb bilmirəm. Mənim bunu uzaqdan kontrolu necədir? Yəni məsələn müəllim getdi İngiltərəyə baxa biləcək. Çünki Neçə gedəcək nəfər və baxa bilər? baxmalıdır. Neçə nəfər baxa bilər? Bəli, ştatın özdə. Kassanı qoyaq. Biz 3 dənə kassa qoymaq istəyirik, düzdür müəllim? 2 dənə zala, Bəli. birində bara, düzdür? 2 zal 1 bar. Konkret kassa ən məsləhətlisi nədir? Çox yaxşı. Şef hazırdır vurur. Şef hazırdır vurdu qarşına. İndi isə gəlmişik boşqablarımızı seçməyə, hansı boşqablardan istifadə edəcəyik, hansı rənglərdən, hansı dizayndan bir yerə baxaq. Maraqlıdır hər biri. Amma gəlin seçim hansı oldu, o sürpriz olsun. Sayın olaraq davam edirik. Bugün gəlmişik mebellərə baxmağa, stullarımızı və stollarımızı seçməyə. Amma Şahmar bəyin hələ ki xəbəri yoxdur. Baxaq, görək nə var. Oturaq rahatlığına baxaq. Hiss edirik ki, axtardığım rahatlıq buradadır, amma vitrinlərdə yoxdur. Yəqin ki, həmin stolları sifariş edəcəyik, onu isə növbəti videomuzda görəcəksiniz. Eşitdiyinə görə Şahmar bəy biz mebelə baxmağa gələndə vitrajə baxmağa gəlib, bizə dedik sürpriz edək. Gəlin görək neyniyir. Görək Şahmar bəy neyniyir. Salam. Eyni bizim logo. Bizim loqonun mini variantı və bu da böyük vitrajda görünəcək variantı. Çox gözəl işlər davam edir. Bunu da qeyd etmək istəyirik ki, bu gördüyünüz iş bir günün, 2 günün işi deyil. Hazırda gördüyünüz məsələ bir aydır ən az davam edən bir prosesdir. Bildiyiniz kimi müasir dövrdə süni intellekt, avtomatlaşdırma sayəsində bunların hamısını çox sürətli şəkildə eləmək mümkündür. Amma biz bu incə zövqünüzü oxşamaq üçün bunların hər birinin əl əməyi, göz nuru olmasını istədik. Ona görə belə bir işə başladıq.